Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində 2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş Gənc Alim və Mütəxəssislər Şurasından Gənclər Akademiyasına mövzusunda tədbir keçirdi. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bugün Gənclər Gününün ölkəmizdə geniş şəkildə qeyd edilməsi onlara göstərilən böyük diqqət və ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın işıqlı gələcəyinə doğru atılmış mühüm addımdır. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu kimi tədbirlər onların dünya görüşünü, baxışlarını, düşüncələrini inkişaf etdirir, eyni zamanda yeni gənc kadrların meydana çıxmasına təkan verir. Ölkəmizdə gənclər hərəkatının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən akademik İsa Həbibbəyli, dahi liderin Azərbaycana rəhbərliyinin həm birinci, həm də ikinci dövründə hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib. AMIA rəhbəri Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsis edilmiş gənclər üçün prezident mükafatının ölkəmizdə gənclərə göstərilən diqqətin bariz ifadəsi olduğunu söyləyib. Dövlətimizin gənclər siyasətinə uyğun olaraq AMIA-da da intellektual gəncliyin inkişafı üçün zəruri addımların atıldığını söyləyən akademik İsa Həbibbəyli qeyd edib ki, Gənc Tədqiqatçı jurnalının buraxılışı biri ingiliscə olmaqla ildə 4 dəfəyə çatdırılıb. Həmçinin elmi tədqiqat və ictimai fəaliyyətində fərqlənən gənclər üçün ilin gənc alimi mükafatı təsis edilib. 2025-ci ildə AMIA-nın 80 illik yubileyinə həsr olunmuş humanitar və ictimai elmlər sayəsində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə imkanları mövzusunda elmi məqalə müsabiqəsi təşkil edilib və 19 gənc təltif olunub. AMIA rəhbəri dünyanın 20-yə yaxın ölkəsinin təcrübəsindən istifadə etməklə Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında Gənclər Akademiyasının təsis olunduğunu bildirib. Sonra AMIA-nın Gənclər Akademiyasının sədri Dosent Elmir Babayev AMIA-da Gənclər Təşkilatının inkişafında yeni mərhələ Gənclər Akademiyası mövzusunda məruzə ilə çıxış edib. Natiq vurğulayıb ki, AMIA-nın gənclər siyasəti Prezident İlham Əliyevin elmi gəncliyin inkişafı istiqamətində həyata keçirdiyi dövlət siyasəti ilə sıx bağlıdır. Elmin inkişafında davamlı dinamikanın təmin olunması məqsədi ilə bir sıra mühüm qərar və sərəncamların imzalandığını qeyd edən Elmir Babayev bildirib ki, ölkədə həyata keçirilən elm və gənclər siyasəti bu sahədə fəaliyyətin səmərəliliyinin artırılmasına xidmət edir. Azərbaycan gəncliyi 2011-2025-ci illərdə dövlət proqramının qəbul edilməsi, gənclər üçün prezident mükafatının yaradılması, dövlət başçısının müasir gəncliyə və gənc alimlərə göstərdiyi diqqət və qayğının bariz təzahürüdür. Elmir Babayevin sözlərinə görə AMIA-nın Gənclər Akademiyasının növbəti illərdə inkişafı qarşıya qoyulan məqsəd və vəzifələrin daha da genişlənməsinə imkan verəcək. Daha sonra AMIA-nın Rəyasət Heyət aparatının elm və təhsil şöbəsinin baş mütəxəssisi Aynur Günəşli beynəlxalq elmi bazalara inteqrasiya üzrə AMIA-nın təşviq mexanizmləri və bu istiqamətdə gənclərin rolu mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, müasir dünyada elmin inkişaf səviyyəsi bir sıra digər amillərlə yanaşı, həmçinin onun qlobal elmi məkana nə dərəcədə inteqrasiya etməsi ilə ölçülür və ölkəmizdə həyata keçirilən dövlət siyasətində elm və elmi potensialın gücləndirilməsi əsas prioritetlərdən birini təşkil etməkdədir. O həmçinin bildirib ki, AMIA-nın elm və təhsil şöbəsi və rəqəmsal akademiya, süni intellekt və elektron xidmətlər şöbəsi tərəfindən 53 adda indikator hazırlanmış. Akademiyanın elmi müəssisə və təşkilatına 53 adda indikator üzrə sorğular göndərilmişdir. Statistik göstəricilər toplanılmaqla humanitar və ictimai elmlər üçün ölçülə bilən nəticələrin hazırlanması istiqamətində sistemli iş aparılır. Tədbirdə həmçinin çıxış edənlər ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, elmi intellektual gəncliyin inkişafı istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən islahatlardan danışıblar. Çıxışlardan sonra bir qrup gənc alim və mütəxəssis 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təltif olunublar. Leyli Naimiq qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.